Məsələn, mən bir dənə də nöqtəni deyim sizə. Görürsən ki, adətən insanlar bir xasiyyətdə, bir xüsusiyyətdə əzəmətli ola bilirlər. Məsələn, filan kəs səxavətdə əzəmətlidir. Hatəmi Tayi, tarixə düşüb də, indi də onun adından istifadə edirlər. Bir nəfər çox səxavətli olanda deyirlər, sən lap Hatəmi Tayini keçmisən. O ərəblərdə, məsələn, bizdə deyirlər, sən Hacı Zeynalabdin Tağıyevi də keçmisən. Olub misal, hə? Bu bir dənə səxavətdə gəlib əzəmətli olub da kişi. Məsələn, şücaətdə, bəziləri var ki, şücaətdə belə məqama çatıblar. O cahiliyyət ərəblərinin dönəmində, əzizlərin bilənlər, Əntərə adında biri olub, məşhurdur Əntərə. Ki, cəngavər olub da şücaəti ərəblərdə İslam da gəldi, yenə hələ onu misal çəkirdilər ki, filan kəs Əntərə kimi məsələn şücaət göstərdi filan. Və yaxud kimsə bir dənə gözəllikdə gəlib bu həddə çatıb, məsələn, zahiri və batini əxlaqda gəlib o yerə yetişib çata bilib, məsələn, o amma fərq eləməz. Hər hansı bir bu saydığımız gözəlliklər ki var, onların birində belə insan əzəmətli olanda, böyük olanda, görürsən ki, insanlar tərəfindən rəğbətlə qarşılanır. İnsanların yaddaşına yazılır. İnsanlar onu unutmurlar. İnsanlar daim onu yad edirlər və yaxud onu özlərinə örnək götürürlər. Onu özlərinə meyar və nümunə bilirlər. Amma ağamız, Mövlamız Həzrəti Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam bütün bu nümunələrdə ən əzəmətli kişidir. Peyğəmbər sallallahu əleyhi və aleyhidən sonra. O şücaətdə də əzəmətlidir, o səxavətdə də əzəmətlidir, o ədalətdə də əzəmətlidir, o əxlaqda da əzəmətlidir, o təqvada da əzəmətlidir, o paşlıqda da əzəmətlidir, o rəhbərlikdə də əzəmətlidir. O bütün o gözəlliklər hamı, yenə deyirəm, təkrar deyirəm, fikir verin bu sözü yadda saxlayın, əzbərləyin bu sözü ki, bu saydıqlarımızdan biri insanda olanda o əzəmətli kişi sayılır, o böyük kişi sayılır. İndi yada salaydı elə öz kəndimizdən, elimizdən, obamızdan olan kişiləri. Məsələn, onlar yadımızdan çıxmır. Allah filan kəsi rəhmət eləsin. Niyə? Cavanlar soruşur bizdən. Niyə? Bir dənə xüsusiyyətini deyə bilirik də. Məsələn, yaxşı Quranxandır. Yaxşı, məsələn, tərbiyəli insandır. Yaxşı əxlaqlı adamdır. Yaxşı imanlı idi. Yaxşı səxavətli idi. Yaxşı bir dənə saya bilirik də. Ən uzağı indi 2 dənə sayarsan. Amma bir dənə insan olsun ki, bütün bu sifətlərdə ən kamil bu ancaq və ancaq Məhəmməd və Ali Məhəmmədə məxsusdur və xüsusilə də Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalama məxsusdur. Yaxşı, ona görə Allah bizə nə deyir? Deyir ki, de ya Rasulallah, bu 23 illik zəhmətin, əziyyətin müqabilində mən sizdən nə istəyirəm? Yalnız və yalnız əhl-i beytimə məhəbbət istəyirəm sizdən.